Salam dəyərli dostlar, dəyərli izləyicilər. Bugün sizə Masazır qəsəbəsində çox əla bir yerdə eksklüziv bir variant çəkib təqdim edirəm. Dəyərli izləyicilər, hal-hazırda bu video çəkilən vaxt saat 11:12-dir, gecə saatlarıdır. Dəyərli izləyicilər, evimiz satışa yeni çıxıb. Yəni bu ev Masazırda inanmıram ki, satışda çox qalsın. Çünki yerləşdiyi yer tam ideal bir yerdə yerləşir. Masazır poliklinikasının yaxınlığında, Masazır bələdiyyəsinin yanında belə bir gözəl evimiz satışa çıxıb dəyərli izləyicilər. Mən sizə belə bir görüntü verim. 2 ədəd yanaşı evdir. İkisi də satılır dəyərli izləyicilər. 80 minə satılır bu ev. Bu ev tam əşyalı satılır. O ev qismən. İkisi də 80 minə satılır. Çox səliqəli həyət yan sahəsi var. Paket kupçadır hər ikisi. Evin də, torpağın da kupçası var. Sot yarım torpaq sahəsində inşa edilmişdir. Həyəti betonlanıb. Kanalizasiyası mərkəzi kanalizasiyaya qoşulub. Qazı, suyu, işığı, bütün sayğaclar hamısı qaydasındadır. Dəyərli dostlar, dəyərli izləyicilər, evin 2 daş kürsü olmağına baxmayın. Evin mərtəbə boyda padvalı var. Evin içindən ora padvalı keçmək mümkündür ki, mən sizə çəkib göstərəcəm. Bugünkü gün Masazır qəsəbəsində bu qiymətə belə bir yerdə ev tapmaq həqiqətən çox çətin məsələdir. Özünüz inşallah gəlib yerində baxarsınız, qiymət verərsiniz. Mən indi evin içini otaqlarını sizə yaxından tanış edəcəm. Dəyərli dostlar, dəyərli izləyicilər, evimizin qonaq otaq hissəsindəyik. Belə bir qonaq otağımız var. Kondisioneri, kombisi, kuxna meblisi, bütün bu ev əşyalı satılır. Bir dənə buradan paltaryan çıxacaq. Deməli, bura evimizin qonaq otaq hissəsidir. Qardaş salam, necəsən? Burada bizim quşlarımız da var. Bu quşlar da ev sahibinin quşları, gələcək bunlar. Dostumuz buradan televizora baxır. Burada evimizin mətbəx hissəsi yerləşir. Belə bir geniş mətbəximiz var. Bax, bütün pəncərələrin qarşısı açıqdır. Tam yaşayışlı evdir. Heç bir əlavə xərc tələb etmir. Buradan evin zirzəmisinə keçməyə yer var. Padvalına keçməyə yer var. İndi açıb onu sizə göstərəcəm mən. Dəyərli izləyicilər, baxın mən sizə deyirdim, burada adam boyu. Bax, bu evin altıdır. Bax, görürsünüz necə. Burada bilməm nə qədər düşür. Balon, banka, şkaf, polka, hər şey ev yersi düzəldib, səliqəyə salıb. Yəni evimiz kürsülüdür. Buranı sizə göstərdiyim mətbəxlə tanış olduq, zalla tanış olduq. Birinci mərtəbədə yerləşən sanitar qovşağı mən sizə göstərim dəyərli izləyicilər. Baxın, plekanın altında belə bir klovkası var artıq aşağılara yığmağa və evin sanitar qovşaq hissəsi burada yerləşir ki, burada tam təchizatdır, bütün aksesuarlar hamısı qaydasındadır. Buranı da gördük, burayla da işimiz qutardı. Qaldı bizim yuxarıda kirayən yataq otağımız. İndi onları da çəkib sizə göstərəcəm. Dəyərli dostlar, dəyərli izləyicilər, hal-hazırda evimizin 2-ci mərtəbəsindəyik və 2-ci mərtəbədə böyük bir yataq otağı bizi qarşılayır. Deməli, bu otağın ölçülərini mən sizə deyirəm. 4,5-ın 6 metrəyə yataq otağının ölçüsü var. Bu boyda yataq otağı olar. Bütün bu otağı yığışdırmaq üçün, gerək bura mebel sıxışdırmaq üçün əməlli başlı mebel lazımdır. Dəyərli izləyicilər, çox geniş, həddindən artıq. Şkaf qoyulub, taxt qoyulub, sandığına qədər qoyulub, amma kifayət qədər boş sahəsi var. Baxın, belə bir geniş otağı, geniş ev istəmirdiniz dəyərli izləyicilər. Mən sizə geniş ev tapmışam. 3 otaqlı, Masazırda ideal yerdə. Normal, 2 mərtəbəli, 3 otaqlı evimiz satılır 80 min manata. Tam əşyalı şəkildə, paket kupça, evin də, torpağın da kupçası var. Məktəbə yaxın, avtobusa yaxın. Bundan o tərəfə nə ev olsun? Buyurun, kanala abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın. Belə evlər satışda çox qalmır. Real ev axtaran müştərilər tələssinlər.